şehirde unuturmuş insan en sevdiği hatıraları bile. Bağır sen her gece yorgun sesinle, saat 12'yi vurduğu zaman beni unutma, beni unutma, beni unutma. Belə düşünürəm artıq. Keçmişdə daha fərqli düşünürdüm. Pis, yersiz, qəlbsiz insanlara artıq əsəbləşmirəm. Hər kəsin öz sınavı deyib, o pis biri üçün sadəcə dua edirəm. Doğrunu tapsın deyə tövsiyə edərəm. Çox rahatlayırsınız. Hər kəs bir-birinə əsəbləşər, pis bir söz söyləyər. Amma bunu bacarmaq məncə ən gözəlidir. Birilərə mənə pis bir şey edincə artıq əsəbləşmirəm. Günahımı alıb pis düşündüyü üçün Allah qatında bu onun imtihanı, mənim deyil deyirəm. Yaxşı insanlara çıxsın yollarımız. Çünki insan qəlbini kirlətənlərə əsəbləşərək deyil, onlara rağmen öz qəlbini təmiz tutaraq böyüyür. Sənin səbrin onların cəhalətindən böyüdürsə, qazanan zaten sənsən. Bəziləri sənə pislik edər, böhtan atar, arxandan danışar. Olsun, insan içi qədər danışar, qəlbi qədər davranar. Sən onların qaranlığına deyil, öz aydınlığına bax. Bir gün anlayarsan ki, insanların etdiyi pislik səni deyil, öz imtihanlarını ağırlaşdırır. Sən sadəcə yaxşı qalmağa niyyət et. Çünki yaxşılıq sahibinə dönən bir yazğıdır. Allah'a həvalə edilən heç bir haqsızlıq yerdə qalmaz. Buna görə də öfkə bitər, könül fərahlayar. Və sonunda bunun fərqinə vararsan, yolun qəlbi təmiz olanlarla kəsişdiyində huzur çoxalar. Geri qalan hər kəs sadəcə imtihanın adıdır. Yaxşı insanlara çıxsın yolların, qəlbi sənə bənzər olanlara rastlasın addımların. İndi düşünün, həyatınıza yeni biri mi girdi? Necə insandır? Görəsən siz bundan öncə, onu tanımadan öncə kimə yaxşılıq eləmişsiniz? Kimə mərhəmətli olmuşsunuz? Kimin haqqını yerdə qoymamışsınız? İndi düşünün, hemen o insanı Allah sizin qarşınıza niye çıkarttı? Sizce cevap uzaktadır. Bence cevabını taptınız. Rüzgarların en ferahlatıcısı senden esiyor. Sen de seyrediyorum denizlerin en mavisini. Ormanların en kuytusunu sende gezmekteyim. Her şey zamanında güzeldir. Senden kopardım çiçeklerin en solmasını. Toprakların en bereketlisini sende sürdüm. Sende tattım yemişlerin cümlesini.